Belə bir şey ilk dəfə idi dadırdım. Sizdə də şirniyyat krizləri olur? Məncə bu bütün xanımlarda olur. Fərqli şirniyyatlar sınamaq istəsəz sizə bir mənalı olaraq Viyana şokolad evini məsləhət görə bilərəm. Burada bir-birindən fərqli, trenddə olan bütün şirniyyatları tapmaq olar. Məsələn, Dubai şokoladı tərzi San Sebastian. Hər qaşığı adama bir zövq verir. Burada daha öncə heç bir yerdə dadmadığım fərqli kofe çeşidini sınadım. Tərkibində espresso və vişnə siropu var idi. Çox fərqli idi. Rəfiqəm isə Bumblebee sınadı. Bu portağal ilə qəhvənin qarışımıdır. Çox bəyənildi. Növbəti sınadığımız Dubai şokoladlı waffle oldu. Özü də dondurma ilə. Mənim üçün Dubai şokoladında türklər demiş püf nokta kadayıfın xırçıltılı olmasıydı. Burada da xır-çaxır super idi. Waffle da yeni hazırlanmışdı, biraz ilıq idi. Bunu da çox bəyənirəm. Şokoladlı fincanda tiramisunu geçsəniz mütləq sınayın. İçindən çox çölü ləzzətlidir. Buranın krepləri, waffle'lar həqiqətən çox ləzzətlidir. İstənilən içliliyin növü var. Keyfiyyətə, dada söz ola bilməz. Masamıza burada hazırlanan çox fərqli görünüşdə şokoladlar göndərildi. Dadı bir qırağa, görünüşləri çox gözəl idi. Viyana şokolad evinin filialı çoxdur, amma deyərdim ən gözəli məhz bu elmlər filialıdır. İnteryeri o qədər gözəldir, o qədər xoş ab-havası var ki, bütün qiymətlərlə aşağıda qeyd etdiyim səhifəyə daxil olaraq tanış ola bilərsiniz.